Salam əziz izləyicilər, biz hal-hazırda Nəsim rayon ərazisindəyik və yadınızdadırsa, bax bu görmüş olduğunuz arxamdakı binanın zirzəmisində tikinti işi aparılması ilə bağlı biz dəfələrlə paylaşımlar etmişdik və icra hakimiyyətinin aidiyyatı üzrə qurumları bizə bildirirdi ki, burada heç bir tikinti işi getmir, biz ləğv eləmişik, biz dayandırmışıq tikintini, amma indi arxamda gördüyünüz kimi mən çəkib sizə göstərəcəm. Gecə ilə bax burada belə bir dırnaqarası abadlaşma işləri aparıldı və obyekt tam şəkildə hazırdır. Bu da bizim aidiyyatlı qurumların Şəhərsalma, Əmlak və Nəsim rayon icra hakimiyyətinin əməli, uğuru. Bax onlar ancaq belə işdə uğur qazanmağı bacarırlar. Qanunsuz tikintilərə rəvac verməyi. Digər heç bir işdə vətəndaşın qeydinə qalmırlar.